2025-ci ildə Azərbaycana 2 milyard 386 milyon 505 min dollar dəyərində 123.319 ədəd nəqliyyat vasitəsi idxal olunub. Bu rekord artım hesab olunur. Belə ki, 2024-cü ildə Azərbaycana 1 milyard 844 milyon 157 min dollar dəyərində 91.838 ədəd nəqliyyat vasitəsi idxal edilmişdi. Beləliklə, ötən il Azərbaycan avtomobil idxalı sayı ifadəsi ilə 34.481 ədəd və 34.3% miqdar ifadəsi ilə 542 milyon 348 min dollar və 29.4% artıb. 2024-cü ildə Azərbaycana 2 milyard 142 milyon 22 min dollar dəyərində 113.840 ədəd minik avtomobili idxal olunub. 2024-cü ildə 1 milyard 566 milyon 604 min dollar dəyərində 82.434 ədəd minik avtomobili idxal olunmuşdu. Ötən il Azərbaycana 75.706 ədəd tam elektrikli, hibrid və plug-in hibrid nəqliyyat vasitəsi idxal olunub. Mövzu ilə bağlı Bizim Mediaya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, 2025-ci ildə Azərbaycana 123.319 ədəd avtomobil idxal olunub ki, bu əvvəlki ilə nisbətən rekord artımdır və həm sayı, həm də dəyər baxımından ən yüksək göstəricidir. Hibrid, tam elektrikli və plug-in hibrid avtomobillərin idxalı da əhəmiyyətli şəkildə artıb və bu bazar tələbatının dəyişməsini göstərir. Bu artım 2026-cı ildə də davam edib etməyəcəyi bir sıra faktorlardan asılı olacaq. Birincisi, vergi və idxal şərtləri dəyişə bilər. Məsələn, hibrid və elektrik avtomobillərinə vergi güzəştlərinin ləğvi qiymətləri təsir göstərir və artımı yavaşlada bilər. İkincisi, iqtisadi vəziyyət, məzənnə, istehlakçı tələbi və alıcılıq qabiliyyəti kimi amillər idxal həcminə təsir edə bilər. Üçüncüsü, idxal edən ölkələrlə ticarət əlaqələri və logistika şərtləri dəyişə bilər. Hesab edirik ki, avtomobil bazarında hibrid və ekoloji modellərin payı böyüməkdədir. Amma idxal artım tempi hər il eyni sürətdə davam etməyə bilər və bu istehlakçı tələb və bazar şərtlərinə uyğunlaşacaq. Nəticə olaraq 2026-cı ildə də idxal artımı gözlənilə bilər. Amma onun həcmi və tempi 2025-dəki kimi rekord sürətdə olmaya bilər. Bu iqtisadi, vergi və bazar şərtlərindən asılı olacaq. Rana Rövşənqızı, Bölgə TV.